hörmətli iştirakçıları, bugünkü tədbirimiz bəşəriyyət tarixində ən dəhşətli faciə olan Xocalı soyqırımına həsr olunmuşdur. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə 20-ci əsrin ən dəhşətli faciəsi Xocalı soyqırımı baş verdi. Yüzlərlə günahsız insan, körpə, uşaq, qoca, cavan, al-qana qəltan edilərək qətlə yetirildi. O dəhşətli gecədə erməni faşistləri quduz canavarlıq göstərərək Südəmər körpəni də, ağsaqqal və ağbirçək qocanı da gülləbarına tutdular. Bu dinc əhaliyə Azərbaycanlılara qarşı tarixdə misli görünməmiş genosid idi. Həmin gecə erməni cəlladları Xan kəndində yerləşən 366-cı alayın yaxından köməkliyi ilə Xocalıya soxulub, onu tamamilə yandırdılar. Xocalıda bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqlarla, işgəncələrlə öldürülmüş, yüzlərlə insan əsir və girov götürülmüş, 8 ailə tamamilə gün düşmüşdür. Bu dəhşətli faciəni yaşamış xalqımız illər keçsə də unutmadı, unuda bilməzdi. Hər il dərin hüzünlə bu günü yad edirik. Faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi, Xatın, Lidisa, Oralar soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqının, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşahidə olunub. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSR-nin Xan kəndində yerləşən 366-cı motorçu alayının şəxsi heyətinin və texnikasının bilavarisi iştirakı ilə Xan kəndi ilə əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək Azərbaycan xalqına qarşı soyqırım həyata keçirib. Hücumdan əvvəl fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atışı tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhərdən alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və Muhtatıcı alayının hərbçiləri dinc əhaliyə divan tutdular. Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində Azərbaycanlardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən də ümumiyyətlə Xocalının yer üzündən bir dəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni silahlı dəstələrinin Xocalı hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xan kəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran Xan kəndi yollarının üzərində yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Xocalı əhalinin tarixə məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Bugün Azərbaycanın Xocalı adlı bir şəhərindən əsər əlamət yoxdur. Sağ qalan Xocalılar Azərbaycanın 48 şəhər və rayonunda 500-dən çox kənd və qəsəbəsində sanatoriya, düşərgə, çadır şəhərciyi və xüsusi evlərdə müvəqqəti məskunlaşırlar. Doğma yurtlarından didərgin düşmüş Xocalı sakinləri, o cümlədən Sumqayıtda məskunlaşmış 118 ailə dövlətin hər tərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Onlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa olunması ümidi ilə yaşayırlar. Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq. Bugün şücaətli ordumuz sayəsində Qarabağı azad etmişik. İnşallah Xocalıdan didərgin düşmüş ailələr və insanlar tekrardan öz yurtlarına geri qayıda bilər. Fevralın 25-dən 26-sına keçən gecə Xocalı sakinləri öz evlərində oturmuşdular. Yat balaca yat, gecə keçir. Tez ol qızım. Hamı kənddən qaçır. Bütün kişilər kəndin müdafiəsinə gedir. Ne olub ana? Ermənilər hər tərəfi mühasirəyə alıb. Havalar da çox soyuqdur. İndi mən bu körpəylə burada nə edəcəm? Qızım, al bu ədyalı, sən tez körpəni bölç. Mən də gedim özümüz üçün paltar yığım. Yaxşı anacan.
gəlib küçəyə çıxaraq qonşularla birləşib kənddən çıxmağa çalışırdılar. Hava da necə soyuqdur. Deyəsən biz bu meşədə qonacağıq. Ana, hava soyuq olmaz ki. Qızım, al bu ədyalı, uşağı bük. Çox soyuqdur. Bu uşaqda da biz çətin sağ çıxaq. Bu qaranlıqda meşədən hansı tərəfə gedəcəyimizi bilmirik. Səhəri sağ çıxa da bilərik, çıxmaya da bilərik. Cığırla gedib gölün yanından keçə də bilərik, orada aza da bilərik. Bu gecə insanlıq sınavdan keçir. Keçə bilənlər də oldu, keçə bilməyənlər də. Kızım tez ol uşağı sustur. Yat balaca yat. Bu saat gelip bizi tapacaklar. Ay Allah, indi biz burada neyniyəcəyik? Şükür Allahın böyüklüyünə. Uşaq sakitləşdi. Nəysə, səhərin açılmağını gözləyək. Beləcə Xocalı sakinləri gecəni meşədə keçirirlər. Bura gəlin, burada kənd cəmaatı var. Artıq çox gecdir. Bunlar soyuqdan donub. Şükür Allaha, uşaq sağ qalıb. Ağlama balaca, biz səni xilas edəcəyik. Sən sağ qalacaqsan. Sən gələcək əskər olacaqsan. Çox təəssüf. Biz digərlərinə kömək edə bilmədik. Tamaşaçılar, bir qədər öncə də qeyd etdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlər üçün brifinq keçirdi və həmin brifinqdə açıqlanıb ki, bəzi torpaqlarımız işğaldan azad olunub. Gözünüz aydın olsun. Biz şəhidlərimizi torpağa verdik, amma torpağımızı düşmənə vermədik. Qanımız torpağa deyil, vətənə can verdi. Mən Qundağdaş əmin körpəyəm, böyüdüm, əskər oldum. Qisasımı düşməndən alıb, torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatıldım. Xocalı bizim and yerimiz, mənim əzizlərim, biz o günü unutmadıq və unutmadığımız üçün də qalib gəldik. Qurbanları, yeni tarih yazmışıq, Xocalı qurbanları. Düşmənlərə çəkdik dağ, daha deyil həmin şah, azad olub Qarabağ, Xocalı qurbanları. Heç zaman unutmarıq. Nə qədər ki biz varıq. Daim sizi anarıq. Xocalı qurbanları. Daha göz yaşını sil, ay Xocalı. Bugün vətənimin məğrur günüdür. Qisasın alındı, bil, ay Xocalı. Mərd oğullarımız dastan yazdılar. Düşmənin alnına damğa bastılar. Üç renkli bayrağı artıq astılar. Sən artıq azadsan. Gün, ay Xocalı. Müzəffər ordumuz dadına yetdi. Düşməni bir gündə tarmar etdi. İllərin həsrəti sonunda bitdi. Çoxdan gözləyirdi. Gəl, ay Xocalı. İllərdir yol çəkir gözlərin sənin. Sənin yaraların dərindir, dərin. Ruhları şad olsun qoy şəhidlərin. Göz yaşı sel oldu, sel, ay Xocalı. İllər ayrı saldı öz vətənindən. Soyqırım görmüsən düşmənlərindən. Bir daha heç zaman baş üzərindən. Əsməsin o qara yel, ay Xocalı. Mərd oğullarımız hesab sordular. Namərdlər diz çöküb təslim oldular. Düşmənlər bu günü unudurdular. Gözlədik gör neçə il, ay Xocalı. Müzəffər ordunun addım səsləri susturdu düşməni öz hünəri ilə. İndi günəş doğur vətənimizdə, qalib bir ölkənin sərkərdəsi ilə.
İndi isə biz Xocalı faciəsinin qurbanlarını anırıq. Onların xatirəsi daim ürəyimizdə yaşayacaq. Artıq Xocalı azaddır. Biz qalib dövlətin qalib vətəndaşlarıyıq. 19-20 sentyabr 2023-cü ildə aparılan lekal xarakterli antiterror əməliyyatlarından sonra Xocalı şəhəri və bir çox kəndləri Azərbaycan ordusuna geri qaytarıldı. Bütün bu uğurlarımıza görə müzəffər ordumuza, adi başkomandanımız İlham Əliyevə minnətdarıq. Xocalı qisasını alıbdır igidlərim, artıq zəfər marşını çalıbdır igidlərim. Xocalı soyqırımı yaddan çıxmaz heç zaman, günahsız insanlara düşmən verməmiş aman. Alındı 44 günə, Xocalının qisası, qazandığımız zəfər, babaların mirası. İgid oğullarımız, tarix unutmaz sizi. Bizə zəfər yaşadı, tarixdən qoyduz izi. Tarix yazır kürsülərdə ağıllar, tarix yazır səngərlərdə oğullar. 30 ildir, bitdi daha nağıllar. Qəhrəmanlıq yola iz salır indi, zəfər nəğmələri yazılır indi. Üç rəngli bayrağın xudafərində, savaş gedir irəlidə, dərində. Oturtmuşuq düşməni öz yerində, İşğal zəncirləri çözülür indi, zəfər nəğmələri yazılır indi. Cəbrayılı, Füzulini almışıq, Zəngilanı ağ dəftərə salmışıq. Haqqımızdır, deyib yurda dolmuşuq, hər qarış qanınla yaz olur indi, zəfər nəğmələri yazılır indi. Bax açılır yurda gedən yolumuz, Naxçıvanı qucaqlayır qolumuz, rahat yatsın məzarında ulumuz. İgidlər sipər tək düzülür indi, zəfər nəğmələri yazılır indi. Hər tərəfdən gəlir halal çörəylim, döyüşdədir mənim cəsur ürəklim. Şəhidlərim, nur üzlü nər biləylim, biri ölsə, mini dirilir indi, zəfər nəğmələri yazılır indi. Yenidən doğulan yaşım mübarək, azaddır torpağım, daşım mübarək. Vətən, zəfər qaydışım mübarək, göz yaşım fəxrlə süzülür indi, zəfər nəğmələri yazılır indi. Sırası dolur ruha, aram-aram. Havalanır xanın səsi, qəlbimdə sağalan yaram. Bütöv Azərbaycanım mənim, doğma yurdum Qarabağım, Şuşam, Zəngilanım mənim, Xocalım, Xocavəndim mənim, isti sulu Kəlbəcərim, qurbanın olaram sənin. Bütöv Azərbaycanım mənim, doğma yurdum Qarabağım, Qubadlı cənnət məkanı. Cəbrayılım gəl deyir, Laçının gözü yoldadır, Füzuli həsrətim mənim, bütöv Azərbaycanım mənim. Doğma yurdum, Qarabağım, Ağdərəndən danış gəlsin, Ağdamın nura bələnsin, vətənimdə himn səslənsin, Ali Baş Komandanım desin, bu torpaqlar qandır, candır, Qarabağ Azərbaycandır. Gözün aydın yurd ellisi, torpaqlarımız azaddır, artıq bütün dünya bilir, Qarabağ Azərbaycandır. Sensiz benim derdim
aferin sizlere ve aferin sizi hazırlayan müəllimlərə. Ben burada hem məktəbin müəllimlərini, hem bir nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimlərini qeyd edirəm. Digər şagirdlərimizlə aferin, qəşəng oturdunuz, sakitcə qulaq astınız, xoşunuz gəldi uşaqlar. Arzu edirəm ki, bundan